Salam dostlar. Bugünkü dərsimiz praktik olacaq. Ekranda necə işləyə bilərik, ekranlarla nə cür istifadə edə bilərik. Həmçinin də müəyyən qədər öyrəndiklərimizlə bir praktikada istifadə edək ki, beynimizə rahat olaraq səlis şəkildə yazılsın. Məsələn, bunun üçün adi bir ancaq bir səhifədən ibarət olan bir app yaradaq və onun ekranda görüntülərini işləyək. İlk öncə mən burada yaratmaq istəyirəm. Tutalım ki, burada plain yazım və burada gətirib. Baxın, mən nə yaratmaq istəyirəm. Adi olaraq tutalım ki, bir işçi vərəqəsi, yəni istifadəçi vərəqəsi və yaxud da yəni hər hansı bir səhifə yaradıram. Yəni bunu praktik olaraq işləyirəm. Yəni bunun heç bir əhəmiyyəti yoxdur. Sadəcə sizlər də bunu işləyin ki, artıq məsələn tutalım ki, gələcəkdə hər hansı bir app yazanda orada profil səhifəsi də düzəldəsiniz və yaxud da login səhifəsi də düzəldəsiniz, müxtəlif səhifələr düzəldəsiniz və yəni bunlardan mütəmadi olaraq istifadə etmiş olacaqsınız. Ən sadə variant olaraq yazıram ki, biz sadədən üzü çətinə doğru yavaş-yavaş hərəkət edək ki, yəni bunların məntiqini tuta bilək. Məsələn, ilk öncə mən yazıram, bir dənə edit text yaradıram və içərisində tutalım ki, bunun həcmini biraz böyüdək və içərisində gördüyünüz kimi name yazılıb. Name'i də tutalım ki, mən burada qeyd edirəm text və buradakı name'i silirəm. Nə üçün silirəm dostlar? Bunun içərisində yazılan name var. Mən bunu məsələn tutalım ki, içərisində hər hansı bir söz yazmaq istəsəm, məcbur olaraq gərək bu name'i silim əlimdən. Ondan sonra içərisində hər hansı digər söz yazım və ya da onun arxasında həmin söz yazım. Bu cür çətinliklə qarşılaşmamaq üçün mən artıq buradakı text yerində name'i silirəm ki, yəni içərisində həmin heç bir söz olmasın. Və bunu da sadə olaraq görsənməyini istəyirəm ki, məsələn mən burada nə yazmalıyam? O halda biz hintdən istifadə edirik. Yəni gizli məsələn söz yazmaq. Artıq mən hinti yazanda, baxın dostlar, eyni qaydada mən hinti yazanda burada name yazanda bu mənə arxa fonda göstərir. Yəni mən bunun üzərində artıq nə yazsam, bu name silinəcək, birbaşa yazdığım söz ekrana gələcəkdir. Yəni çox sadədir, çox məsələn artıq burada yəni qəliz heç bir şey yoxdur. Əlavə də məsələn istədiyim cür məsələn tutalım ki, arxa fonun rəngini də dəyişə bilərəm, əlavə işlər də görə bilərəm. Onlara çox daxil olmaq istəmirəm və sadə belə deyək bir app yaratmaq istəyirik ki, yəni ən azından əlimiz yazılıma öyrəşsin. İlk öncə plain text yaradanda, məsələn bu artıq edit textlər yaradanda bunların ID-ləri çox qəliz və çətin olur. Yəni fərqli üslubda olur. Hətta bəzi belə deyək də yerlərdə başı uzun-uzadı olur. Bunu adətən biz özümüz əlimizlə yazırıq. ID-ləri mütəmadi olaraq dəyişir. Məsələn mən burada yazım name text və refaktor eləyim. İçərisində də current file seçirəm və refaktor eləyirəm. Artıq bizim ekranda name textimiz bu cür formada görsənəcək və tutalım ki, mən bunu yazısını da grafit eləyək. Burada mərkəzdə olsun. Baxın, name artıq burada məndə mərkəzdə görsənəcəkdir. Mən indi məsələn tutalım ki, bundan ikinci səfər tutalım bundan yaratmaq istəyirəmsə, artıq məsələn buradan gətirməyə ehtiyac yoxdur. Bunun üzərinə gəlib, eyni məsələn Windows'larda Ctrl-C, Ctrl-V, Mac-lərdə isə Command-C ilə Command-V-dən istifadə edərək bundan bir ədəd də əlavə kopya edə bilərəm və bunu mişqa ilə götürüb aşağı gətirirəm, saldıram və eyni prinsiplə də məndə artıq aşağıda eyni qaydada, eyni formada bir name'im təzədən gəlir. Mən bunun artıq ID-sini dəyişib tutalım getmək istəyirəm H text. Və bunu da tutalım ki, yazırıq current file və refaktor edirik. Artıq bunun içərisindəki tutalım yazını da dəyişək. İndə daxil olaq və burada da olsun H. Eyni prinsiplə tutalım ki, üçüncü bir edit text yaradaq və burada da iş haqqında məlumatları tutalım ki, vəzifəsi nədir, onu bilək. Burada da yazaq ki, tutalım ki, job. Enter edirəm və burada da onu artıq iş haqqında məlumat olur. Baxın, mən məsələn artıq name'də bir dənə dizayn etdim və digərlərində heç bir şey etmədim. Sadəcə içərisindəki yazını dəyişdim. Və digərlərində bir dənə əlavə etmək lazım olduğu şeylər, ID-ləri və ID-lərindən sonra da artıq əgər eyni formada, eyni dizaynda düzəltmişəmsə, artıq bunları kopyalayıb bu cür qaydada istədiyim qədər düzəldə bilərəm. Burada da qeyd edək, tutalım ki, job text. Bunu current file edirəm, refaktor edirəm. Artıq məncə bu qədər bəsdir.
Bunları ekranda, mesela burada yazılanları biz ekranda göstermesi için neden istifadə edirdik? Text view'dan. Yani mesela ben artık buradaki yazılarımı netice olarak görmek istəyirəmsə, text view'dan istifadə etmiş olmalıyam. Bunu da mesela böyüdək, böyle bir şey olsun ki içerisinde bütün yazılar çalışsın. Ve aydısını da yazaq ki, tutalım ki text view. Text view olarak da qalsın. Ve burada da referent file edək, refaktor edək. Bunun da biraz yazısını düzəldək, craft edək birincisi. Tam mərkəzdə görsənsin. Yazısı da çok xırdadır. Yazısını tutalım ki biraz böyüdək ki gözümüzlə yaxşı görsün. 16 edirəm. Baxın, çok da böyütmürəm ki, yəni buradakı yazılan sözlər bura sərgəli şəkildə sığa bilsin. Və əlavə olaraq da tamam ki, burada da yazaq ki text yerində yazaq ki result, yəni nəticəsi. Buradakı olan məlumatların nəticəsi artıq bura gəlsin. Baxın dostlar, sadə bir forma. Artıq mən buradakı yazıları burada görsənməsi üçün bir dənə funksiya, yəni bir dənə düymə yaratmalıyam ki, buradakı yazdığım yazıları mən artıq tıklayanda mənim buradakı nəticəmə bu yazılar gəlmiş olsun. Bunun üçün biz nə edirdik? Butondan istifadə edirdik. Yəni butondan istifadə edərək biz istənilən bir funksiya yazırdıq ki, artıq buradakı yazılarımız, məsələn biz artıq butonu tıklayanda yazılarımız hamısı nəticə olaraq gəlsin bura yazılsın. Butonda da eyni qaydada olaraq, məsələn biraz böyüdək, tutalım ki bunu belə bir şey və bunu da yazaq ki text hissəsində tutalım ki save edirik də, məsələn yazılarımızı save edirik. Və bunun funksiya şəkildə istifadə eləməsi üçün biz nədən istifadə edirdik? OnClick-dən. OnClick metoduna daxil oluram. Burada OnClick yazaq və içərisində də yazaq ki tutalım ki save. Artıq mən ilk öncə, baxın dostlar, həmişə butonun OnClick verəndə, OnClick-dən istifadə edəndə o cür qaydada olaraq ilk öncə kod hissəsinə gəlib buradakı funksiyanı bura yazmaq lazımdır. Fun, save, yazıram view və bəzəkli mötərizəmi açıram. Artıq mənim buradakı yadımdan çıxmaz. Baxın, artıq buradakı qırmızı getmiş olur. Gördünüz? Yəni sadə bir qaydada. Biz indi buradakı yazıları, buradakı tabliçaları bax bu cür qaydada görsənmək üçün nə etməliyik? Yəni bunları bir bağlamalar mütləq etməliyik. İlk öncə məsələn mən işlərimizi tez bir şəkildə uzanmaması üçün məsələn mən buradakı çubuqdan, seyirli çubuqdan istifadə edəcəm ki, artıq bunu tıkladıqda bildiyiniz kimi özü konstraintlərini verir və bağlamalarını edir. Artıq buradakı düymələr eyni mənim görmək istədiyim formada ekranda görür. Məsələn mən burada istədiyim formada məsələn biraz aşağı yuxarı edə bilərəm. O da problem deyil. Ehtiyac yoxdur. Yəni görünüş normaldır məncə. Yəni bunlar haqqında geniş məlumat verəcəm dizaynlar haqqında. Necə işləmək lazımdır. Onlara keçəndə artıq dizaynları sərbəst şəkildə edə biləcək. Bunu indi run eləyim. Görək ki ekranda bizdə necə görsənir. Ondan sonra kod hissəsinə başlayaq. Rahat və yaxşı, səliqəlidir. Yəni pis deyil. İlk öncə başladığına görə artıq pis deyil. Tamam ki mən burada artıq Ruslan yazsam, baxın. Gördüyünüz kimi arkasındakı name sözü itmiş olur. Bakın dostlar, mən indi bayaqlarım dediyimi, indi bir dənə hint ilə bağlı olanı bir dənə sizə praktik olaraq göstərim. Tutalım ki mən buradakı name'i sileyim. Textdə, baxın, textdə saxlayaq. Textdə saxlayaq, tutalım ki name. Buradakı praktikanı sizə göstərim. Siz də bunu məntiqini tutun ki, mən bayaqlarım hintlə bağlı nə məlumat vermək istəyirdim. Mən istəyirəm ki, hər bir detalı sizə ayrı-ayrılığında başa salım. Baxın, mən indi burada yazı yazmaq üçün görürsünüz, bunun arxasında yazılır. Bu mənə çətinlik gəlir. Gərək mən burada daxil olanda hər dəfə sileyim. Burada bir də yazım Ruslan və sonra öz məsələn əlavə məlumatlarım var ona. Buna görə də biz burada tekstdən istifadə etmirik. Yəni rahatçılıq olsun deyə biz artıq burada intdən istifadə edirik ki, yəni istədiyimiz yazını artıq biz üzərində nəsə iş görəndə o arkadakı elə bir yazı silinsin. Ona görə də intdən istifadə etmiş olurum. Hintin indi məncə dəqiq məlumatını bildiniz ki, hint nə üçün lazımdır. Bunu artıq mən run edirəm. Proqramımız işləsin.
Artıq bizim demək olar ekran hissəmiz hazırdır. İndi isə keçək bunun kod hissəsinə. Kod hissəsində ilk öncə biz nə edirik? İlk öncə həmin bu tabliçaların biz ID-lərini artıq məsələn ekranda tanıdırdıq ki, məsələn biz burada nələrdən istifadə eləmişik? Həmin tabliçaları ekranda tanıdırdıq ki, bunlardan rahat olaraq istifadə edə bilək. İlk öncə mən bu cür eləyəcəm. Biraz fərqli qaydada eləyəcək. Biz bundan qabaq məsələn biz burada tanıdırdıq və içərisində tutan find view by ID ilə hər hansı bir dəyişəndən istifadə edirik. Baxın mən bu səfər bu cür eləyəcəm ki, onun da əsas səbəbini başa salacağım. Latent var. Tutalım ki bizdə olsun. İlk öncə name text, name text. Bu da edit text'ten götürsün miras. Burada latent var. Latent var. H text yazar ve bu da edit text'ten götürsün. Latent var. Tutalım burada neydi? Job text. Job text. Bu da edit text'ten götürsün. Ve bizde de bir tane de latent var. Tamam ki result text. Bu da text view'dan götürsün. Bakın dostlar burada ben name text'e yazabilirim. İstediğim başka adı da yazabilirim. Yani şart o değil ki buradaki name'le burada yazdığım name üst üste gelsin. Yani burada istediğim bunu değişeni özüm yaradır. Sadece işin rahat olması için ben bu cür qaydada istifadə edirəm ki, ID-ləri ilə üst üste gelsin ki, mən burada rahatçılıqla istifadə edə bilim. Ona göre də məsələn baxın result heç ona göre istifadə eləmədi. Resultda da olduğu kimi qalsın. Ben bunu ne ettim? Burada latent vardan ne için istifadə elədim? Latent var değeri daha sonra verilmesi için istifadə olunan bir kod blokudur. Yani mən məsələn latent var deyəndə, yani mən bunun değerini daha sonra verəcəm. Yani bunu mən belə boş bıraka bilmərəm. Mən indi bunu run eləsəm proqramı çökəcək. Bunu mən bu cür koddan istifadə eləyəndə ondan sonra artıq mənə əsas kodda bunları inşallah eləmək lazımdır ki, içərisinə bir dəyər atmaq lazım. Biz o həmin içərisinə hər hansı bir dəyəri verməsə və yaxud da onu hər hansı bir yerə inşallah eləməsə, bizim proqramımız birbaşa olaraq çökəcəkdir. Buna görə də mən artıq burada name text yazıram və burada find view by id id nöqtə tutalım ki name text. Artıq bunu orada birbaşa tanıtmış oldum. H text'i yazıram. Burada da yine aynı qaydada find view by id id nöqtə h text job text yine prinsiplə find view by id nöqtə job text və sonda isə result text'i de burada yazaq və içərisində yazaq find view by id id nöqtə text view. Bakın ben burada artıq buradakı verdiğim değeri burada tanışmışam. Bunu ne için burada edirəm? Ben buradakı name text'i bildiğiniz kimi bak skoplar var. Biz bu skopun içində bak burada hər hansı bir dəyişən tanıdanda bundan çöldə artıq buradakını görə bilmirik. Və yaxud da ki mən məsələn tutalım ki burada neysə tanıdanda hər hansı bir əlavə bir funksiya yazanda tutalım ki baxın burada mən yazım ki var tutalım ki alma belə bir şey olsun alma Allah yazabilirsin alma. Məsələn mən burada alma sözünü artıq mən bu dəyişəni ancaq bu skopun içində istifadə edə bilərəm də. Baxın görürsünüz almadan ancaq bunun içərisində istifadə edə bilərəm. Lakin buradakı skopun içində alma yazsam baxın gördüyünüz kimi gəlməyəcək. Çünki buradakı skop bunun içərisinə aiddir. Yəni burada yazılan ancaq burada oxuna bilər. Buradakı isə buradakına aiddir. Mən burada nə üçün yazdım? Baxın buradakı skop isə görün hardadır yekunlaşır. Ən sonda. Yəni burada artıq yaratdığım, yazdığım hər hansı bir dəyişəni mən burada məsələn mən h text yazıb baxın görürsünüz artıq h text'e burada çata bilirəm. Yəni burada yazmağımın əsas məqsədi odur ki yazdığım funksiyalar, klasslar və burada yaratdığım funksiyalar, klassların içərisində mən bu həmin dəyəri çağırıb istifadə edə bilim. Bax bunu yazmağımın ən böyük səbəbi bundan ibarətdir. Burada məsələn mən artıq find bu view by id də yazsam artıq bizdə onda da
yenə problem göstərəcək ki, mən buradakı belə deyək, burada initialize eləyəndə buradakı onCreate metodunun içərisindən biz ekran görüntüsünü görə bilərik. Yəni onCreate metodu istifadə olunmasa, burada istifadə olunsa, məsələn, find bu ibarədir. Mən buradakı məsələn tutalım ki, mənim onCreate metodum ilk öncə nədir? Ekran açılanda ilk öncə istifadə olunan bir metoddur. Artıq bunun içərisində oxumayacaqdır. Ona görə də məcbur olaraq mən bu kodu da bunun içərisində yazıram. Bax, buradakı yazılımlar, buradakı qayda, prinsiplər bu kod dilinin özü tərəfindən verilən qanun qaydadır. Bunlara həmişə diqqət etməyə, bunları etməyi bacardınızsa, artıq yazılım da çox rahat olaraq davam edəcək. Mən indi nə etdim? Artıq buradakı məsələn mən bu formları tanıtdım və buradakı qanun qaydanı belə deyək də yazmış oldum ki, nələrdən istifadə etmək lazımdır. İndi isə biz nə idi? Buradakı biz funksiyanı istifadə edəndə nə oldu? Run eləyək yenidən. Buradakı funksiyanı istifadə edəndə artıq buradakı biz yazılarımız nəticə rezulta gəlsin, çıxsın. Bunun üçün biz buradakı funksiyadan istifadə etməliyik. Mən burada yazıram ki, tutalım ki, var. Belə bir şey yazaq. Name olsun. Name texti. Text formasını. Burada da yazaq toString. Şimdi bunların mənasını sizə ayrı-ayrılığında başa salacağım. Var, age, name, name niyə? Age text, toString və var job. Burada da olsun job text, toString. Və yekunda da məsələn belə bir şey yazaq ki, result text belə bir şey olsun. Name nöqtə yəni dollar işarəsi bəcərli mötərizə buradakı name'i yazaq. Burada aralıq qoyaq, tutalım ki, age nöqtə yəni dollar işarəsi bəcərli mötərizə age və sonda isə job nöqtə yenə dollar işarəsi bəcərli mötərizə job. Baxın dostlar, mən bunu yazmaqla artıq mən bütün demək olar ki, işləri görmüş oluram. Yəni ekranda da yazılarımı göstərə bilərəm. Baxın, indi mən məsələn burada run eləyək, ondan sonra baxaq. Bax, məsələn mən burada yazım Ruslan. Yaşa yazaq tutalım ki 38. Burada da qeyd eləyək işlə tutalım ki programist. Və artıq save düyməsini tıkladıqda bizim buradakı yazılarımız nəticə olaraq bura gəlmiş oldu. Gördünüz, sadə bir formadır. Qəliz heç bir şey yoxdur. Burada sətin və yaxud da qəliz heç bir şey yoxdur. Burada yazdıqlarımızı mən istədiyim vaxtı burada save düyməsini tıklayanda bazaya da köçürə bilərəm bu məlumatları və yaxud da ki hər hansı bir üzərində əməliyyat da görə bilərəm. Gördüyünüz kimi yazılım, yəni bildiyiniz o, düşündüyünüz o qəliz bir şey deyil. Sadəcə ardıcıl olaraq dərsləri izləyəndə, ardıcıl olaraq dərsləri bizə pratik eləyəndə, sadə olaraq biz proqramlara yazsaq, artıq müəyyən zaman içərisində böyük proqramlara da start verə bilərik. Mən son dərslərimizdə klasslar haqqında məlumat vermişdim. İstərdim ki, burada əlavə olaraq klassları da daxil edeyim bu dərsə də. Məsələn, onun üzərində də məsələn bir praktika işləyək. Tutalım ki, bizim bununla bağlı bir əlavə klass yaratmışıq. İçərisində tutalım ki, belə bir şey edək. Web klassı yaratmışıq. Və içərisində də bizim burada var ki, var name string olsun. Tutalım ki, var age. Əslində belə deyək, bunun bizim buradakı ekranla bağlı elə bir belə deyək də şey yox, bağlılığı yoxdur. Sadəcə klassları da necə istifadə edə bilərik bunun içərisində, onu mən sizə başa salmaq istəyirəm. Bir də burada kiçik bir məqam var ki, bunu da öyrənmək məcburiyyətindəyik ki, bundan sonra ki, yəni bizim məlumatlarımız internetdən və yaxud da hər hansı bir yerdən çəkiləndə bunlardan daimi olaraq istifadə etmiş olacağıq. Var age. Yəni burada string yox, int olsun. Int. Aha, və var
neydi? Job. Job. Burada string olsun. Ve bu yaratdığım klası burada obyektini yaratmak istəyirəm. Obyektini yaradaq. Var. Mesela work. Olsun work klasından obyektini yaradaq. Baxın içərisində artıq mənim belə deyək, bütün məlumatlarımı istəyir. Name, buradakı name olacaq. Age və bunda da job. Baxın dostlar, mən burada artıq nə etdim? Buradakı birinci ilk olaraq məlumatı başa salım. Burada nə yazmışam? Var name, name text, toString. toString'i nə üçün yazıram? Bütün belə deyək, edit textlərdə toString formasında yazıları göstərir. Yəni mən bunu toString etməklə oradakı məlumatı artıq istifadə edə bilərəm. Yəni buradakı məlumat görünüş kimi mənə vermiş olsun. Və buradakı age isə baxın burada görünür ki biz work'də age'i nə yaratmışıq? Hansı tipdə yaratmışıq? Int tipində. Lakin burada isə age string tipində gəlir. Bunu artıq gördüyünüz kimi proqram bizə error verir. Bunu buna belə çevirmək üçün nə etməliyik? Biz keçən dərslərimizdə xatirinizdəsə toInt adında bir əmrləri, to ilə bağlı əmrləri başa saldım. Necə ki burada toString'dən belə deyə istifadə eləmişik. Həmçinin də mən burada toInt eləyəndə artıq bu gördüyünüz kimi buradakı məlumat, yəni int tipi ilə bağlı məlumatı da oxuya bilər. Mən artıq bunu run eləyəndə məndə ekranda heç bir problem əmələ gəlməyəcəkdir. Baxın, artıq yenə də mən burada tutalım ki yazdım anar. Anra yazdı. Problem yoxdur. Tutalım ki olsun 25. Vəzifəsi də tutalım ki mühəndis. Və save düyməsini tıkladıqda baxın mənim məlumatım artıq burada yazılmış olur. Yəni yenə də mənim işim görülmüş olur. Lakin insandır. Gəldik 25 yerinə burada saçda tutalım ki nə bilim hər hansı bir D hərfi, R hərfi və yaxud da ki S hərfi hər hansı bir hərfdən istifadə elədi. Yəni buna heç kimə demək olmaz ki, yəni burada e-mailini sən rəqəm girməlisən. Əgər rəqəm girməsən proqram çökəcək, işləməyəcək. Yəni elə bir prinsip yoxdur. Mən burada artıq save eləsəm, baxın save eləyəndə gördüyünüz kimi proqram çökdü. Yəni nə göstərir? Mən buradakı hər hansı bir rəqəmi mən burada belə deyək, rəqəm yaza bilərəm yalnız. Hər hansı bir söz yaza bilmərəm. Bunun da qarşısını almaq üçün artıq bizə burada nullability-dən istifadə etmiş olmalıyıq. Yəni burada artıq mən bunu toInt or null-dan istifadə etməliyəm. toInt or null-dan istifadə eləyəndə nə olur? Bu mənə bildirir ki, bunu yenə proqramı run eləyək. Baxın, burada mən toInt or null-dan istifadə eləyəndə yenə mənə burada error göstərir. Bu error nə göstərir? Deyir ki, qardaş, sən burada null tipində vermişsən. Amma burada int tipindədir. Bunu bir dənə qərarlaş ki, həqiqətən bu null gələ bilər, yoxsa yox. Məsələn, mən burada 2 dənə nida işarəsi qoysam ki, əminəm də burada null gəlməyəcək. Buradakı insandır. Ola bilsin ki, baxın, mən bunu yenə də işə salsam, proqram işləyəcək, heç bir mənə problem gətirməyəcək. Bu burada, baxın, Ruslan, tutalım ki, yazıram burada, Ruslan. Və burada heç yerdə heç şey yazmıram. Job yerinə də yazıram ki, tutalım ki, mühəndis. Və save eləyəndə yenə gördüyünüz proqram çökdü. Niyə? Mən burada əminliklə deyirəm ki, null gələ bilməz, amma özüm burada heç bir rəqəm vermirəm. Ona görə də biz o null-də nə dərslər keçmişdik? Müəyyən formula, smart cast'ı, sonra başqa digər S-dən və yaxud da digərlərindən istifadə eləmişdik ki, orada biz burada null-la gələn hər hansı bir məlumatların, yəni null xətalarının qarşısını ala bilər. Bunun üçün bizə ən sadə olaraq biz burada tutalım ki, smart cast'dan istifadə eləyək, if-dən istifadə eləyək ki, tutalım ki, if yazaq ki, age null deyilsə, mənə artıq buradakı məlumatı run elə. Burada da yazıram ki, mötərizəni bağlayaq və burada belə bir şey eləyək. Buradakı belə deyək də, baxın, biz klasslardan istifadə etmirik hələ ki. Bax, bunu da eyni bu klassdan istifadə eləmək üçün mən burada yazıram work və nöqtə. Artıq bu buradakı bunun içərisindəki name-dən istifadə etmiş oldu və burada da work
nöqtə və burada da work nöqtə. Baxın, artıq buradakı mənim funksiyam bunun içərisində, klasın içərisindəki name-dən istifadə etmiş olur. Biz bayaqlar ilk öncə nə yazmışdıq? Sadə bir forma yazmışdıq. Sonra mən klası yaratdıq ki, məsələn biz klas içərisində məsələn eyni bu işi görmək istəyirik. Baxın dostlar, burada mənə göstərir ki, null olmayanda, null deyilsə bunu çapa versin. Yox, əgər nulldısa, bax belə bir şey yazaq. Yox, əgər nulldısa, else. Əgər nulldısa, artıq result text yazırıq və burada belə bir tutalım ki, yazaq ki, yazdığınız rəqəm yanlışdır. Bu bizə nə edəcək artıq? Artıq məlumat verəcək ki, məsələn mən tutalım ki, indi bu proqramı run eləyim, görəcək ki, məsələn bizim proqramımızda artıq heç bir problem yoxdur. Məsələn mən burada yazım ki, anar və burada da yazım ki, tutalım ki 26 və burada da yazım ki, tutalım ki mühəndis. Və save edirəm. Gördüyünüz kimi burada ekranda çıxmış olur. Və burada məsələn 26-nın yerinə yazıram ki, tutalım ki ağa. Save edirəm. Baxın, yazdığınız rəqəm yanlışdır. Və yaxud da ki, burada yazıram ki, tutalım ki heç bir şey. Save edirəm. Yenə mənə gəlir. Yazdığımız rəqəm yanlışdır. Məsələn 15 yazsam, burada yenə save eləsəm, baxın 15 gələcəkdir. Yenə heç bir şey yazmasam, buradakı rəqəmi silsəm, yenə də mənə yazdığınız rəqəm yanlışdır. Artıq mən burada nə etdim? Məlumat verirəm ki, məsələn tutalım ki, sənin age ilə bağlı gələn məlumatın null deyilsə, buradakı əməliyyatı icra elə. Yox, əgər nulldısa, baxın, burada yazaq. Oy. Əgər nulldısa, o zaman buradakı məlumat və yaxud da ki, hər hansı bir söz, əlavə, hər hansı bir başqa bir neysə əməliyyat görülübsə, buradakı sözü belə çapa ver. Yəni məlumatı olsun ki, istifadəçinin məlumatı olsun ki, burada nəsə yanlışdır. Bunun yerinə məsələn biz proqramımızda adətən burada xətalar haqqında məlumat veririk. Məsələn orada sizdə internetdən istifadə edəndə yazılır ki, məsələn kullanıcı adı səhvdir və yaxud da parola səhvdir və yaxud da ki digər. Eyni xətalar bax bunun vasitəsilə verilmiş olur. Məsələn Facebook'a daxil olanda parolanı səhv yazırsınız və yaxud da ki giriş adını, parolunu, admin məsələn hər hansı bir sözünü səhv yazanda orada nə məlumatlar verir? Eyni prinsip olaraq bax burada da eyni qayda ilə işləmiş olduq. Bugünkü dərsimiz bu qədər. Yəqin ki sadə olaraq ümumilikdə bu məlumatlar haqqında öyrəndiniz. Artıq bundan sonra belə bir sual əmələ gələ bilər ki, müəllim, biz hər dəfəsində bu Find View by ID-dən istifadə edəcəyik, bu qədər işlərimizi uzadacağıq, yoxsa bunun daha sadə variantı var? Bəli, yəni Kotlin daimi olaraq üzərində işləyir. Bunun üçün gələn dərsimizdə biz View Binding-dən istifadə edəcəyik. View Binding vasitəsilə artıq istənilən ekranda görüntünü anında, zamanında sadə olaraq onun üzərində əməliyyatda apara biləcəyik. Gələn dərs görüşənədək dərsimizi bəyəndinizsə like etməyi unutmayın. Kanalımıza da abunə olun. Sağ olun, gələn dərs görüşənədək.